Əyyub Peyğəmbər 18 il xəstə yatdı. Bədənini qurdlar yedi. Var dövlətini, övladlarını itirdi. İnsanlar ondan qaçırdı. 18 il qardaşım. Sən 18 günə dözmürsən. Amma o bir dəfə niyə mən demədi. Axırda yalnız bu qədər dedi. Ya Rəbbim, mənə zərər toxundu. Sən rəhm edənlərin ən rəhmlisisən. Bir cümlə. Və Allah hər şeyini 2 qat qaytardı. Sənin dərdin Əyyubun dərdinin yanında heç nədir. Amma Əyyubun Allahı sənin də Allahındır. Dayan, səbr et. Allah səni görür, göz yaşlarını sayır, hər ağını eşidir. Və vaxtı gələndə, mütləq gələndə hər şey yerinə düşəcək. Sadəcə inan.